Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 5-ci sinif iş dəftəri riyaziyyat səhifə, deməli 22-nin izahını verəcəm. İlk öncə burada tapşırıq, deməli başlayırıq 11-dən. 11-də deyir ki, 5 və 6 ədədlərinin hansının ortaq bölünənləri biz tapmalıyıq ki, 20 və 100 arasında yerləşir. Ümumiyyətlə 5 və 6-ya bilirik ki, ortaq olaraq EKOB tapsaq 30 olacaq. Çünki 5-i 6-ya vuranda 30 eləyir. Sonra 30-un üzərinə 30 gəlirik, eləyir 60. 60-ın üzərinə 30 gəlirik, eləyir 90. Yəni 30, 60, 90 hər biri 5 və 6-ya bölünür. Deməli 20 və 100 arasında yerləşən ədədlərimiz dediyimiz kimi 30, 60, 90-dır. Deyir ki, ədədlərin hansı ortaq bölünənləri bunlar arasında yerləşir? 30, 60, 90. 3 dənə. Cavab olacaq 3. 12. Venn diaqramında A və B ədədlərin bölənləri verilmişdir. A və B ədədlərinin əbobu ilə əkobunun cəmini tapın deyir. İlk öncə biz A-nın bölənlərini tapmalıyıq. Deməli, A-nın bölənləri bizdə verilib 1, 2, 3, 6, 9, 18. Deməli, bu ədədimiz 18 imiş. 18 hər birinə bölünür. Sonra B-nin bölənləri. B-nin bölənləri burada da yine eyni qayda ilə 1, 2, 3, 4, 6, 12. Burada da yerləşir 12. İndi mənə deyir ki, bunun əbobu və əkobunun cəmi tap. Deməli, həm 18-i, həm də 12-nin əbobunu tapmalıyıq. İlk öncə 12, 18-i əbob tapıram. 12-ni vuruqlara ayırıram. 2, 6, 2, 3, 3. 18-i vuruqlara ayırıram. 2, 9, 3, 3, 3. Bunun əbobunu tapmaq üçün hər ikisində ortaq olanları seçirəm. Hər ikisində ortaq olanlar 2-dir, bir də 3-dür. Ona görə 2-ni 3-ə vururuq sadəcə. 2-ni də 3-ə vuranda 6 alırıq. Deməli, burada əbobumuz 6 elədi. İndi keçirik əkoba. 12 və 18-in əkobunu tapırıq. 12-ni vuruqlara ayırırıq. 2, 6, 2, 3, 3. 2, 9, 3, bu da 3. Əkobunu tapmaq üçün biz burada sadəcə 18-i vururuq 2-yə. O da eləyəcək 36. Burada da əkobumuz oldu 36. İndi mənə deyir ki, əbob ilə əkobun cəmini tapın. Əbobumuz tapdıq 6-dır. Əkobumuzu isə tapmışıq 36. Toplayırıq, eləyir 42. Gəldik 13-ə. Deyir, şənlik üçün 24 qurtu piçenya və 16 şokolad alıblar. Eyni sayda isə bunları təbii ki, qablaşdırmaq istəyirlər. Qoymaq istəyirlər. Yəni, eyni sayda həm şokoladdan, həm də peçenyadan qoymaq lazımdır. Bunun üçün bizdən neçə ədəd qutusu lazımsa onu tapmaq istəyirik. Götürürük 24-ü və 16-nı, vuruqlara ayırırıq. 12 2-yə bölünür, 6, 6 2-yə bölünür, 3 də 3-ə bölünür. Keçdik 16-ya. 16 2-yə bölünür, 8 2-yə bölünür, 4 2-yə bölünür, 2 də 2-yə bölünür. İndi hər ikisində ortaq olanlara baxsaq, 3 dənə 2 var. 3 dənə 2-ni bir-birinə vuranda bu deyir 8. Ən çox neçə hədiyyə qutusu lazımdır? 8 qutu.
Cavab olacaq 8. 14. Oyuncaq polis maşınının işığı hər 4 saniyədən bir, təcili yardım maşının işığı isə hər 3 saniyədən bir yanıb sönür. Deməli, söhbət iki maşından gedir. Polis maşınından. Bir də təcili yardımdan. Deməli, polis maşınının işığı hər 4 saniyədən bir sönürsə, 4, 8, növbətdə 12 və s. Təcili yardım isə 3 saniyədən bir sönür. 3, 6, 9 bu şəkildə gedir. Neçə saniyədən sonra növbət dəfə işıqlar eyni anda yanıb sönür, onu tapmalıyıq. Məsələn, 4-4 gedəndə 9-un üstünə 3 gələndə 12 eləyir. 4-ün üstünə 8, 8-in üstünə 4 gələndə 12, 12-nin üstünə 4 gələndə 16 alırıq. Bunlar isə 3-3 artır. Deməli, fikir verirsə 12 saniyə olduqdan sonra işıqlar eyni anda sönüb yanır. Deməli, bu 4 saniyədən birdirsə, növbəti 3 saniyədən birdir. 3, 6, 9, 12 gedir. Bu isə 4, 8, 12, 16 gedir. Növbədə məsəl üçün 20 olacaqsa, bu üzərinə biz 3 gəlsək, 15 olacaq. Sonra növbədə 4 saniyədən bir olduğu üçün 24 olacaqsa, 15-in üstünə 3 gəlir, 18 olacaq. Sonra məsəl üçün 30-da artıq 21 olacaq. Yəni bu şəkildə gedir. Gördüyünüz kimi 12 saniyədən sonra, yəni eyni vaxtda yanıb sönməsi 12 saniyədən sonra olacaq. Cavab olur 12. Və 1 dəqiqə ərzində 3 dəfə eyni anda yanıb sönər deyirsə, 1 dəqiqəmiz 60 saniyədir. Bunun üçün 60-ı bölürük 12-yə, cavab edir 5. Deməli, 5 dəfə yanıb sönür. Gəldik 15-ə. 15'te deyir ki, düzbucaqlı formalı idman meydançasının eni 24'tür, uzunluğu 36'dır. Məsələn, A-ya tutaq ki, 36 yazaq, B-yə də yazaq, məsələn, 24. Perimetr istəyəndə perimetr düsturumuz 2 vurulsun, A üstə gəlsin, B ilə ifadə olunur. Düzbucaqlının perimetri 24 ilə 36-nı toplayıb 2-yə vururuq. Bu da ümumi eləyəcək 120. Bunu tapdıq. İndi deyir ki, iki qonşu dirək arasında ən böyük məsafə nə qədər olar deyir. Təbii ki, bu iki dirək arasındakı ən böyük məsafəni tapmaq üçün həm 24-ə, həm də 36-ya əbəb tapmaq lazımdır. 2-yə bölsək 12, 2-yə bölsək 6, 2-yə 3 də 3-ə bölünür. Sonra biz 36-nı da bölürük 2-yə, 18, 2-yə 9, 3 də 3-ə bölünür. Yəni, hər ikisinin ortağı gördüyünüz kimi 2 vurulsun, 3, 6, 6-nı da 2-yə vuranda 12. Yəni, əbəbi 12-dir. Bu deməkdir ki, ən böyük məsafəmiz 12-dir. Dirəklərin sayını da istəyəndə 120-ni 12-yə bölürəm, cavab edir 10. Bu qədər növbəti videolarda görüşmək ümidi.